Çok sağ olun deyirəm ki, uzaqdan, yaxından bugünkü tədbirə gəlmişsiniz, burada olanlara. Və Təyyar müəllimin sözünə qüvvət, mən bir şeyi özüm başa düşdüyüm kimi ifadə eləmək istəyirəm. Könüllü ictimai nəzarət, ictimai birliyi, başda rəhbərimiz Təyyar müəllim olmaqla, Azərbaycan Respublikasının qanunların pozan məmurlara, işbazlara qarşı bir amal uğrunda bura yığışan insanlardır. Deməli, bizim üçün qanun şahdır və o qanunu kimlər pozursa, bizim bir nömrəli amalımız bizi birləşdirən o amaldır ki, qanunun pozulmasına qarşı bütün varlığımızla mübarizə aparaq. Bu könüllü ictimai birliğinin ideyasıdır. Her birimiz bu yolda bizi birleştiren bir ideyadır ve her birimiz